Bildiğiniz kimi Kur'an-ı Kerim'in ilk suresi Fatiha suresidir. Yani Fatiha suresi sanki Kur'an'ın bir kapısıdır ve biz Kur'an'ın benzersiz şəhərinə bu kapıdan daxil olarak girmiş oluruq. Eğer biz Fatiha suresini yaxşı anlamış olarıqsa, ondan sonra gələn Bəqərə suresini də yaxşı anlayarıq. Eğer biz Fatiha suresinin ana prinsiplerini yaxşı dərk etsək, daha sonra gələn Ali İmran suresini də yaxşı anlamış olarıq. Çünki Allah Teala Bəqərə surəsində əsasən İsrail oğullarından bəhs edir və Ali İmran surəsində də əsasən Allah Teala Nəsranilərdən bəhs edir. Dolayısıyla biz bu iki zümrədən olmamaq üçün Allah Teala'ya dualar edirik. Biz Rəbbimizdən Fatiha surəsini oxuyarkən doğru yolda olmağımızı istəyirik. İhdinəs sıratal müstəqim deyirik. Ya Rabbi bizləri doğru yola yönəlt deyirik. Kimlərin yoluna? Sıratallezine en'amte aleyhim. Nimət verdiyin kəslərin yoluna yönəlt deyə dua edirik. Nimət verilən kəslər kimlərdən ibarət olduğunu isə Allah Teala bizlərə Nisa suresinin 69. ayəsində bildirmiş olur. Burada Allah Teala 4 sinif insanların nimət verilən şəxslər olduğu bildirilir. Peyğəmbərlər, şəhidlər, siddiqlər və bir də salih əməl sahibləri. Allah Teala nimət verilən kəsləri bildirdikdən sonra bizə Quran boyu bizə verilən nimətlərdən bəhs edir. Məsələn, Rahman surəsində Allah Teala nimətləri zikr edir və arxasıyla فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Belə olduğu halda Rəbbinin hansı nimətlərini yalanlaya bilərsən deyir. Bu ayə 31 dəfə təkrar olunur. Həmçinin biz nə qədər Allahın nimətlərini saysaq, sayıb bitirə bilmərik. Xütbəmin girişində oxuduğum ayədə Rəbbimiz buyurur ki وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا Əgər Allahın nimətlərini saymaq istəsəniz, sayıb bitirə bilməzsiniz. Demək ki, əziz qardaşlar, biz tam şəkildə Allaha qarşı şükür borcumuzu yerinə yetirə bilmərik. Saysız hesabsız nimətlər vardır, hansı ki, hər bir nimət şükür tələb edir, lakin Allah Teala bizə bu çətinliyi vermir. Sadəcə şükür içərisində yaşayan, şükran borcuyla yaşamaq, belə bir həyat yaşamağımızı bizdən istəyir, dəyərli qardaşlar. Və bir xüsusu da diqqətinizə çatdırmaq istəyirəm ki, Allah Teala nimət deyərkən sadəcə maddi nimətləri nəzərdə tutmur. Rəbbimiz nimət deyərkən sadəcə üxrəvi nimətləri də nəzərdə tutmur. Yəni, ahirətə aid olan nimətləri də nəzərdə tutmur. Hər ikisi birlikdə və bir də üçüncü qism nimətlər vardır ki, inşallah xütbəmin davamında buna da değinəcəyəm. Rəbbimiz ayədə buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər şükür etsəniz, sizə olan nimətimi mütləq artıracağam. Demək ki, Allah Teala verdiyi nimətlər qarşılığında bizdən şükür etməyimizi istəyir. Yəni, ona təşəkkür etməyimizi istəyir. Bunun qarşılığında da Allah Teala şükür etməyimizin qarşılığında bizə nimətlər verəcəyini təkidlə vurğulayır, لَأَزِيدَنَّكُمْ buyurur. Yəni, nimətimi sizə mütləq artıracağam. Rəbbimiz ayələrin birində buyurur ki, İnna Allaha la yuxliful mi'ad. Şübhəsiz ki, Allah Teala vədinə xilaf çıxmaz. Həqiqətən Allahın nemətləri, xəzinəsi genişdir. Allah güc və qüdrət sahibidir. Lakin bunu əksin edənlərə isə, yəni nankörlük edənlərə isə Rəbbimiz buyurur ki, və lə-in kəfərtum Əgər siz nankörlük etsəniz, İnnə ədəbi ləşədid. Bilin ki, həqiqətən mənim əzabım şiddətlidir. Yəni, insan həqiqətən nə qədər nankör olduğunu bir düşünsə, anlayar ki, Rəbbinin verdiyi nimətlər qarşısında nə qədər nankörlük edir. Və Allah Teala ona görə buyurur ki, İnnə ədəbi ləşədid. Əzabım ona görə şiddətlidir. Çünki insan əslində bildiyi halda Allahın nimətlərinə qarşı gəlir, nankörlük edir. Və insan əslində bu nimətlərin fərqindədir. Rəbbimiz ayədə buyurur ki, İnnəl insənə li rabbihi ləkənud. İnsan Rəbbinə qarşı nankördür. Və alə zəlikə ləşəhid. Və özü də buna şahiddir.
Rəbbimiz sadəcə olaraq nankorlara möhlət verir. Ayədə buyurur ki, فَمَّهِلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدَ Ey Peyğəmbər, elə isə kafirlərə möhlət ver. Onlara sadəcə möhlət ver. Yəni onların müddəti az bir müddətdir. Baxmayaraq ki, dünyada onlar bol-bol nemətlər içərisində yaşayırlar. Amma bu onlara verilən üstünlük deyildir. Bu sadəcə onlara verilən bir möhlətdir. Əgər biz Allah Resulü sallallahu aleyhi ve sellemin həyatına nəzər salsaq, əshabın həyatına nəzər salsaq, nə qədər nemətlər içərisində olduğumuzu, nə qədər əslində nankorluq etdiyimizi bəzən anlamış olarıq əziz qardaşlar. Bir gün Həzrət Ömər radiyallahu anh Məscid-i Nəbəviyə daxil olur, erkən gəlir və biraz sonra Həzrət Əbu Bəkr radiyallahu anh Məscid-i Nəbəviyə gəlir. Həzrət Öməri gördükdə deyir ki, deyəsən bugün məscidə erkəndən gəlmirsən. O da deyir ki, vallahi evdə yeməyə heç bir şey yoxdur və biraz tez gəldim ki, bəlkə bir şey tapa biləm. Həzrət Əbu Bəkr radiyallahu anh da deyir ki, mənim də halım sənin kimidir, ya Ömər. Biraz keçəndən sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem məscidə daxil olur və onların halından xəbərdar olur və deyir ki, gəlin birlikdə Əbu Eyyub Əl-Ənsarinin evinə gedək. Əbu Eyyub Əl-Ənsari sahabilərin içərisində xurma bağçaları olan zəngin bir sahabədir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Məkkədən Mədiniyə hicrət edərkən onu ilk qonaq edən Əbu Eyyub Əl-Ənsari olur. Peyğəmbərimizi uzaqdan görərkən qaçaraq gəlir, onlarla görüşür və deyir ki, ya Rasulullah, mən əhd etmişim ki, sən bu bağçaya daxil olarsansa, mən bir quzu kəsəcəyəm. Bir quzu kəsilir, ortalığa qoyulur, su qoyulur, xurma qoyulur. Biraz yedikdən sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, bu ət parçasını qızım Fatiməyə göndər. 6-cı gündür ki, onun ağzına yemək daxil olmuş. Sübhanallah. Nə qədər nemətlər içərisindəyik, dəyərli qardaşlar. Allah Resulü sallallahu aleyhi ve sellemin qızı, yəni həyatı bundan ibarətdir. Amma biz bəzən nankorluq edirik. Həzrət Ayşə radiyallahu anha deyir ki, 3 ay bəzən olur ki, xanəmizdən tüstü çıxmırdı. Sadəcə xurma və su. Sahabənin həyatı bu, biz isə bəzən gileylənirik, dəyərli qardaşlar. Allah Resulü həmin süfrədə oturarkən, yemək yedikdən sonra bu ayələri oxuyur. ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَ اِذْنَ عَنِ النَّعِيمِ Sonra onlar o gün, yəni qiyamət günü, bütün nimətlərdən mütləq soru-sual olunacaqlar. Bu ayəni oxuyandan sonra Peyğəmbərimiz buyurur ki, vallahi yediyiniz bu yeməkdən dolayı istəyiniz bu suya görə mütləq hesaba çəkiləcəksiniz. Sahabə bunları eşitdiyi zaman gözlərindən yaşlar gəlir və deyir ki, ya Rasulullah, o zaman biz necə qurtulacağıq? Biz nə etməliyik? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, neməti verənin Allah olduğunu bilib, yemək yeyərkən Bismillahirrahmanirrahim deyərək, yeməyi bitirəndən sonra da neməti verənə təşəkkür olaraq Elhamdülillah deyərsinizsə, Allah Teala qiyamət günü sizə məhsul qılmaz. Yəni Allah Teala bizim şükran içərisində bir həyat sürməyimizi istəyir, dəyərli qardaşlar. Dedik ki, maddi və mənəvi nemətlər vardır. Mənəvi nemətlərin içərisində bu maddi və mənəvi nemətlərdən fərqli olaraq üçüncü qism bir nemətlər var idi ki, onları deyəcəyimi söylədim. Quran-ı Kərim xüsusi olaraq 5 nemətə işarə edir, əziz qardaşlar. Bu 5 neməti vurğulayır. Onların birincisi Allahı sevmək və Allahın sevgisinə nail olmaq. Həqiqətən də Allahı sevmək, onun sevgisinə nail ola bilmək nə qədər böyük bir nemətdir. Allah bu nemətə hər birimizi çatdırsın, dəyərli qardaşlar. Sonra ayədə digər bir neməti Allah Teala xatırladı bizə. Kafirlərin yanında izzətli olmaq. Kafirlərin qarşısında əzilməmək, izzətli olmaq nə qədər böyük bir nemətdir. Allah bu neməti də bizə inşallah nəsib eləsin. Və Peyğəmbərimiz ayət-i kərimə cihadı həyatın əsası bilməyi nemət sayır. Nə üçün bu bir nemətdir? Çünki insan bu nemət sayəsində şəhidlik zirvəsinə uzalır, əbədi nemətlərə nail olmuş olur və bir də cəmiyyət, insanlar rahatlıq tapmış olur, firavan bir həyat yaşamış olurlar və bu nemətə qovuşmuş olurlar. Həmçinin
Dördüncü olaraq, heç bir qınayanın qınamasından qorxmamaq da bir nemətdir. Çünki bəzən insanlar həyatlarını başqa kimsələrə görə yaşayırlar. Filankəs nə deyər yaşayırlar. Lakin Allah Teala o kəslərin nemət içərisində olduğunu buyurur ki, heç bir qınayanın qınaması onları öz yolundan çəkindirməz. Və bir də əziz qardaşlar, 5-ci nemət nədir? Mömin qardaşlarına qarşı mərhəmətli olmaq. Müsəlman qardaşlarına qarşı mərhəmətli olmaq da bir nemət imiş. Əziz qardaşlar, bu neməti biz itirdiyimiz zaman qədrini bilmiş oluruq. Belə bir xəstəlik vardır. Müsəlman qardaşlarına qarşı mərhəmətsiz, kin, kudurət içərisində, amma kafirlərə qarşı mülayim, rəhimli. Hansı ki, Rəbbimiz ayədə buyurur ki, Muhammedur Rasulullah, Muhammed Allah'ın elçisidir. وَالَّذ۪ينَ مَعَهُ اَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ. Onunla beraber olan müminler kafirlere karşı serttirler, müminlere karşı ise rəhimli və mərhəmətlidirlər. Amma bizim aramızda belə bir xəstəlik vardır. Bir-birimizə kin-kudurət içərisindəyik. Ne üçün kafirlərin önündə biz izzətli ola bilmirik? Çünki enerjimizin böyük bir hissəsini özümüzə sərf etmişik. Onlara o enerji artıq tükənmişləriz qardaşlar. Nimətlərin içərisində ən dəyərli nimətlərdən biri əziz qardaşlar əlbəttə ki, İslam nimətidir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem vəfatından sonra bu nimət bizim çiyinlərimizdədir. Sahabe-i kiram, Allah Resulü bu niməti bizlərə ötürdü və bu ağır nimət bizim çiyinlərimizdədir. Onlar hər cür məşəqqətə qatlandılar. Bir gün Əbu Talibin yanına müşriklər gəldilər və dedilər ki, o Məkkənin irələ gələn böyükləri gəldilər, dedilər ki, ey Əbu Talib, əmi qardaşın oğlu bizim qarşımıza dayanıbdır, ilahlarımıza dil uzadır, dinimizi düzgün saymır və onu bu əməldən çəkindir deyir. Onlar yetişdən sonra Əbu Talib Peyğəmbərimizə heç bir şey demir. Biraz keçəndən sonra artıq İslam hər bir demək olar ki, evə nüfuz etməyə başladıqda müşriklər bundan yenə narahat olurlar və gəlib deyirlər ki, ey Əbu Talib, biz sənə vaxtında xəbərdarlıq etmişdik, lakin sən heç bir tədbir görmədin. Odur ki, iki tərəfdən biri ölüncəyə qədər səninlə də qardaşın oğlunda vuruşacaq. Əbu Talib vəziyyətin belə olduğunu görür. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem görüşür və deyir ki, ey qardaşım oğlu, qövmün böyükləri mənim yanıma gəldilər və məndən belə bir şey tələb etdilər. Əgər özünü və məni qorumaq istəyirsənsə, bu işdən vaz keçdir. Bunu söyləyən kimdir əziz qardaşlar? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem 8 yaşından etibarən yanında qaldığı bir növ ata yerində olan Əbu Talib əmisi ona bu sözləri söyləyirdi. Ona cavab vermək həqiqətən də Peyğəmbərimiz üçün olduqca çətindir, amma Peyğəmbərimiz nə deyir? Vallahi sağ əlimə günəşi, sol əlimə ayı versəniz, mən bu davamdan vaz keçən deyiləm. İslam uzalıncaya qədər və mən bu yolda ölüncəyə qədər bu işi davam etdirəcəyim. Bəli əziz qardaşlar, sahabe-i kiram, Allah Resulü sallallahu aleyhi ve sellem başda olmaqla bu yolda hər cür məşəqqətlərə sinə gəldilər. Əslində Peyğəmbərimiz bu sözü söyləyərkən bilirdi ki, ağır bir yükün içərisinə girir. Əslində sadəcə özü yox, qohumları da bu ağır yükün içərisinə girmiş olurdu. Ətrafında olan əshab-ı kiram da bu ağır yükün içərisində olurdu. Sahabə bizlər kimi kiçik bir sıxıntıya düşən kimi dərhal İslamdan üz döndərmirik. Bəzi haramlara girməzdi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem vəda xutbəsini söyləyərkən 100 mindən yuxarı səhabə olur. Allah Resulü bir dəvənin üzərində onlara xitab edir və son vəsiyyətlərini edir. Bu əsnada dəvə aşağı çökür, sahabə dərhal yaxınlaşır və dəvəni qaldırmağa çalışır. Dəvə yenidən çökür. Təzdən sahabə dəvəni qaldırmağa çalışır, yenə dəvə çökür. Sahabə anlayır ki, Allah Resulü sallallahu aleyhi ve sellemə vəhy gəlmişdir. Adətən vəhy gəldiyi zaman vəhyin ağırlığı vardır. Sahabələrdən biri deyir ki, dizim Allah Resulünün dizinə yaxın idi, az qala sümüklərim sınacaqdı. Allah Resulü sallallahu aleyhi ve sellem alnından tərini silir və bu ayələri oxuyur. Bugün sizə olan nemətimi tamamladım və din olaraq sizə İslamı seçdim. Əziz qardaşlar, buradan aydın olur ki, Allah Teala nemət deyərkən əsasən
İslam nemətini nəzərdə tutur. Rəbbim bu İslam nemətini bizlərə, üzərimizə tamamlasın. Rəbbim İslam nemətini qoruyub saxlaya bilməyi, İslam üzrə həyat yaşaya bilməyi və nəticədə də əbədi cənnət olan nemətlərə qovuşa bilməyi hər birimizə nəsib etsin. Amin.